öz fitrətinizi kəşf etsəniz, qapımıza bu cür teşnə dəvələr kimi gələcəksiniz. Peyğəmbərimiz buyurub ki, "Ən-nasu məadin, kəmaadin zəhəbi vəl-fizzə." İnsanlar mədənlər kimidirlər. Eyni qızıl və gümüş mədənləri kimi. Yəni bu növ insanları ayıldır ki, bir öz həqiqətinizə baş vurun. Bütün fikriniz, xəyalınız, qəlbiniz, arzunuz bu dünyanın zahirinə məşğul olmasın. İnsanlar bu dəqiqə neçə milyard insan baxırsan bütün fəaliyyətləri fəqət dünyanın zahiri ilə ilişkələri var bunların, əlaqələri var. Dünyanın zahiri ilə ilgilidirlər. Bununla əlaqəlidirlər. Amma öz həqiqətlərini kəşf edir. İnsan o müasir zamanda bu qədər texnologiya inkişaf eləyib, yerin sirrini tapır, bu qədər fizika, kimya, nə bilim, insan nələri kəşf eləyir buna. Amma bir dənə özünü kəşf eləmir. Halbuki bunların hamısı gərək bir vasitə olsun ki, insan özünə qayıtsın. Öz batinini kəşf eləsin. Əgər insan öz fitrətini kəşf eləsə, öz batinini kəşf eləsə, o zaman onun sanki həyatında ki, Allahın məqsədi, hədəfi, şəriəti göndərməkdən, namazı, orucu bizə öyrətməkdən vardı, o həyata keçmiş olur. Bütün ibadət proqramlarından məqsəd budur ki, insan kəndinə dönsün. İnsan özünə qayıtsın. Aleykum ənfusakum. Ey insanlar, ey iman gətirənlər, özünüzü tapın. Maidə surəsi 105-ci ayədir də. Əgər insan öz həqiqətini kəşf eləsə, öz batinində, o zaman əslən bir zərrə onun batinində bu dünya aləmindən bir zərrə mənəvi əlaqəsi qalmayacaqdır. Çünki özünü çox-çox ali bir mərtəbədə tapacaq. Bəli, dünya isə aşağıdır. Görəcək, dünya çox-çox aşağıdır. Dünyaya bağlılıq, yəni mən özümü çox-çox aşağı kiçildməkdir. Bəli, həqiqət, bu həqiqətdir. İnsan əgər öz fitrətinə dönsə, öz fitri və zati istəklərini kəşf eləyə bilsə, insan daim istəyəcək ki, bu aləmdən çıxsın. Bəli. Daim o namazla ünsiyyət olacaq. Bu mahal da onu o durub gecə Allahla xəlvət eləməsin. Eyni o teşnə, susuz insan kimi ki, necə suya qaçır, onun o anda heç bir zehnində başqa bir şey yoxdur. Hətta yemək belə zehninə gəlmir. O istəyir ki, suya çatsın, su içsin. Öz fitrətinə dönmüş insanla şəriətin rabitəsi bu cürdür. Əleyhisselam buyurur, bizim qapımıza o teşnə dəvələr kimi gəlin. O həqiqətdə Əleyhisselam insanların fitrətinə olaraq cavab deyir ki, əgər öz fitrətinizi kəşf etsəniz, qapımıza bu cür teşnə dəvələr kimi gələcəksiniz. Maarif üçün. Maarifin teşnəsi olacaqsınız, Quranın teşnəsi olacaqsınız. Yəni elə bir gün, gecə gündüz ola bilməz ki, sən Quranla ünsiyyətin olmasın.